Hamıya salam dostlar. İzə kitabından testlərə davam edirik. Bilməyənlərə xatırladım ki, kanalda deməli playlist var. İzə 6-cı sinif. Orada çalışmalar və testlər paylaşılır. Mən artıq çalışmalar gördüm ki, yəqin ki, asan da olar. Testlərə baxacağam. Test 15-dən indi baxacağıq görə neçəyə qədər. Test 15-ə baxılır hazırda. 6-cı sinif İzə test 15. Birinci sual bizdə deməli bölmə olaraq faiz nisbət tənasübü görürük burada. Deməli, nisbətlər əgər 1-in 3-ədirsə, baxın burada yazıb 3-də 1. Onun deyək ki, W hərfinə. Burada bizə deyir ki, W da 4-dür, daha doğrusu U 4-dür. Deməli, onu yenə 4 yazsaq, onun yerinə 4 yazsaq. 4 1 necə olub? Və yaxud da 1 4 necə olub? 4-ə vurulub, 1 4-ə vurulub 4 olub. Və yaxud da bunu çarpaz vururlar, amma mən belə uşaqlara öyrədirəm. 1 4-ə necə olub? 4-ə vurulub. Onda 3 də 4-ə vurulub məcbur W-nun yerinə yazılmalıdır. 3-ü 4-ə vuranda olacaq 12 W-nun hərfinin yerində. Yəni burada çarpaz da vura bilərdiniz. Məsələn, belə çarpaz vursanız, olacaq həmin o W hərfi bərabərdir 1-ə vuranda öz eləyir də. 3-də vuracaq U-ya. U da nədir? Deyir 4-dür. 3-ü də 4-ə vuranda 12 cavabını yenə almış olacağıq. Başqa sözlə burada demək, əslində burada 4/12 olub ki, 4-ə ixtisar eləyiblər, 3-də 1 alıblar. Başqa sözlə belə deyə bilərik. Yəni burada cavab olacaq nə? 12D variantı. Növbəti tənasübdür. Yəni dərsimiz odur deyə bölmə olaraq. 1 saata 75 kilometrdirsə, biz yazırıq ki, 1-ə 75 kilometr uyğundursa, 4 saata nə uyğundur? Saatın adına saatı yazırıq. 4 saata da tutaq ki, sual. İndi fikir verin. Burada mən tənasübdə baxın əslində çarpaz vuracaqsınız siz də. Yenə mən öz bildiyim metodla gedirəm. 1 75 necə olub? 75-ə vurulub. Bax 1 75-ə vurulub. Yazılıb burada 75. Deməli sən də 4-ü məcbur eyni qədər ədədə vurmalısan. Yəni eyni dəfə 75-ə vurmalısan. 4-də 75-ə vuranda sual olacaq 300. Yəni cavab burada Y variantıdır. Yəni çarpaz vura da bilərsiniz. Baxın çarpaz vursaz deyək ki, siz öyrəşmisiniz ki, burada x yazasınız, yazaq. 1 x-ə vuranda eləyir x. Baxın x bərabərdir. 4-də 75-ə vuranda yenə təbii ki 300 cavabını alacaqsınız. X-la eləyəndə o cavabı alacaqsınız. Növbəti 10 manata 5 qram un almaq olursa 1 kiloqram un neçə manatdır? Bax, əgər 5 kiloya, baxın yenə tənasübdür. Bax 5 kiloya uyğun 10 manatdırsa, bəs 1 kiloya, 1 kilonun altına yazır. 1 kilo nədir? Sualdır. Baxın yenə mənim metodumdan. Bax 5 nəyə vurulub 10 olub? 5 nəyə vurulub 10 olub? 2-yə. Onda sən 1-i də 2-yə vurmalısan, yazmalısın sualın yerində. 1-i 2-yə vurun neçə eləyər? Sualın yerində yazmalısan 2. Məsələn, cavab burada B variantı. 7 dəftərə 2 manat 80 qəpik pul verilir. Bəs 1 dəftər neçəyədir? Baxın, yenə tənasübdür təbii ki. 7 dəftərə 2 manat 80 qəpik 280 qəpik deməkdir. 280 qəpikdir. Bəs 1 dəftərə də sual. Baxın yenə 7 280 necə olub? 40-a vurulub. Baxın. 7 40-a vuranda 280. 1 də 40-a vuranda neçə eləyir? 40 eləyir təbii ki. Deməli nə? 40 qəpik. Bir dəftərin qiyməti 40 qəpikmiş. 6 dəqiqəyə 20 metr qaçan idmançı 9 dəqiqəyə necə metr qaçır? 6 dəqiqəyə 20 metr qaçır. 9 dəqiqəyə də sual. Bax, indi mənim metodum əlverişli sayılmır. Əslində 6-nı vura bilər, amma əlverişli sayılmır da. 6-nı 20 uyğundursa 9 nəyə uyğundur? Burada çarpaz vursaz, 6-nı suala vursaz, eləyəcək. Deyək ki, suala bir x desəz, 6-nı x-ə vuranda 6x bərabərdir. 9-u 20-yə vuranda 180. Sən də buradan təbii ki, x-i necə taparsan, 186-ya vuranda 30 cavabını tapmış olarsan. Cavab olacaq A variantı. Hər hansı bir səhvimiz varmı? Yoxdur. Mən bu sualı baş gözəl eləyim mi sizin uşaqlar? Baxın, 6 dəqiqəyə 20 metrdirsə, 9 dəqiqəyə. İndi mənim metodum alınmır deyə mən başqa metodu ələ atıram. Baxın, hər 3 dəqiqəyə bölürəm bunu. 9 3-ə bölünür. 3 dəqiqəyə belə çıxır ki, nə qədər olacaq? 10. Çünki niyə? 6 dəqiqə 20-dirsə, deməli 3 dəqiqədə 10-dur. Onda 9 neçədən 3 dəqiqədir? 3 dənə. 3-ü də buradakı 10-a vura neçə alarız? Təbii ki, 30 cavabını alarsınız. 3 dəqiqə böldüm. İndi 6-cı suala baxırıq. Deyir ki, fikir verin, bu da maraqlı sualdır. 4-də 3 əgər 12-də x-dırsa, 5-də 4 əgər y-də 24-dürsə, biz x, y-i tapıb bir-birinə nisbətini tapmalıyıq. Deməli, baxın, 4-də 3, 12-də x. 4, 12 necə olub? Təbii ki, 3-ə vurulub. Onda 3-ü də 3-ə vuracaqsan, x-in yerinə də yazacaqsan 9. Yenə, eyni qaydan. 4, 24 necə olub? 6-ya vurulub.
6-ya vurmusansa, deməli 5-i də 6-ya vur. Buraya yazmalısan y yerinə 30. Deməli x 9, y 30. Bunları da 30-da 9 kəsində 3-ə ixtisar edəcək. 9-u 3-ə 3, 30-u 3-ə 10. 10-da 3 cavabını almış olacaq. Cavabımız 10-da 3. A variantı. 7-10-cu sualları situasiya tiplidir. Yəni baxın, buradakılara görə həll eləməliyik. İndi baxaq. Burada 3 dənə qırmızı şar var. Deyək ki 4 dənə mavi şar var. Yaşıl şarlar da deməli 5 dənədir. Bunlar saylarını yazıram, bəlkə lazım oldu. İndi bizə deyir ki, 7-ci sualda bizə deyir qırmızı şarların sayının mavi şarların sayının nisbətini tap. Qırmızı şarlar 3-dür. Mavi şarlar 4-dür. Cavabımız olacaq 4-də 3. Və yaxud da 10-lu kəsirdən istəyirsə 0,75. 0,75. Qırmızı şarların sayının mavi şarlar. Bəli. 8-ci sual mavi şarların sayının bütün şarların sayına nisbəti. Mavi nədir? 4-dür. Bütün şarlar nədir? Baxın 3, 4, 5-in cəmi. Bax bunlardır ya. 3, 4, 5-in cəmi səndə eləyir necə? 12. Bax 12-də 4 nə deməkdir? 4-ə ixtisar edirsən 3-də 1. 3-də 1 kəsirini almış olacaq. 9-cu sual yaşıl şarların qırmızı şarların nisbəti. Yaşıl 5-dir. Qırmızı şarların nisbəti 3-dür. Bu olacaq 3-də 5 və yaxud da istəsən 1,3-də 2. 1,3-də 2. 10-cu sual. Yaşıl şarların sayının qırmızı və mavi şarların sayının nisbətini tapın. Yaşıl şarların sayı 5. Qırmızı və mavi şarların birlikdə də, yəni qırmızı səndə nədir? 3-dür. Üzərinə gəlinsin mavi 4-dür. Bu da olacaq nə? 7-də 5. 10-cu sualın cavabı da olacaq 7-də 5. Növbəti bizdə test deməli 16 gəlir. Ona baxaq. Test 16 uşaqlar. Test 16 AB ədədləri uyğun olaraq 2, 3 ədədləri ilə düz mütənasibdir. Belə çıxır ki, əgər düz mütənasibdirsə A 2x-dir. Mütənasibliyi varsa ona bir x qoşuruq və ya da k qoşa bilərsiniz. B də 3x-dir. Bax, bunlarla mütənasib hissələrə mütənasib hissələrdir. İndi məndə verilən bu tənlikdə A-nı B-nin yerinə yazıb A-nı tapa bilərəm əslində. Deməli, A nədir? 2x. A-nı yenə 2x yazıram. Baxın, burada yazıram 2x. Üzərinə gəlinsin. 2-ni vuran B-yə. B axı 3x-dir. 2-ni 3x-ə vuranda nə olur? 6x. 6x bərabərdir 56 verir özü. 56. Buradan alıram ki 8x 56-dırsa, onda x nədir? 56-nı 8-ə bölürəm. Baxın, burada 8x eləyir. 56-nı 8-ə bölürəm, eləyirəm 7. X 7. Tələsmirəm. Məndən A-nı soruşur. Fikir verin, A ədədinin neçədir? A ədədi neçədir? A ədədi 2x idi. Fikir verin, 2x idi. 2x qeyd eləmişdim. Onda 2-ni vurmalıyım nəyə? Tapdığım x-a 7-yə. 2-ni də 7-yə vururam, cavab olur 14. Cavab burada B variantı. Növbəti, AB düz mütənasib ədədlərdir. AB düz mütənasib ədədlərdirsə, onda A 6-dır. Demək, A 6 olanda B olur 14. Bəs deyir, B 28 olanda A plus B neçə olacaq? İndi deyəm, B 28, bax, B-ni B-nin altına yazmalıyım. 28 olanda bəs A nə olacaq? Onu bir yer tapaq. Burada A plus B var. Buradakı B həmin o 28-dir. A isə B 28 olandakı A-dır. Ya, buradakı 6 deyil. 6 ilə 28-i toplamırıq. 34 yazmırıq məsələn cavabı olsa. Yəni B burada 28-dir. 28-dir. A-nı biz özümüz tapmalıyıq B 28 olanda. O da tənasübdür. A 6 olanda B 14-dür. Sual olanda B 28-dir. Fikir verin. 14 2-yə vurulub 28 olub. O qayda ilə məsələn eləsək. 6 2-yə vurub A olacaq neçə? 12. Deməli A da 12-dir. 12 ilə 28-i toplayırıq. Cavabımız eləyir neçə? 40. Cavab burada Y variantı. Başqa sözlə siz də çarparsınız, vurarsınız, taparsınız. Yəni təbii ki cavabı A-nın qiymətini 12 taparsınız. A 12-dir burada, A plus B-də. B isə burada verilən bu 28-dir. Yəni A 6 olanda B 14-dür. B 28 olanda A-nı tapıb sonra A-nı B-ni toplamaq lazımdır da təbii ki. Sonra 3 və 5 ilə düz mütənasib olan iki ədədin fərqi 32-dir. 3 5 ilə deyirsə, deməli biri 5x-dir. Biri 3x-dir. Bunların fərqi 5x-dən təbii ki 3x-i çıxacaqsa, eləcə neçə cavab? Cavab eləcə 32. Özü deyir ki, fərq 32-dir. Buradan alırsan ki 2x 32-dirsə, 32-ni 2-yə bölürəm, x-i tapıram 16 təbii ki. Mənə deyir ki, bu ədədlərin cəmini tap. Bu ədədlərin cəmi nə idi? 5x-dən 3x-in cəmi. Yəni nə? 8x. Hə. X-dən yerinə 16 qoyuram. 8-ə vururam 16-ya. Bu da bizdə deməli 48
O da 4. 128. Cavab olur B variantı. Növbəti. Üçbucağın bucaqları 204 ədədləri düz mütənasibdir. Kiçik bucağı tap. 1 2 üçbucağın daxili üçbucağın bucaqları. Daxili bucaqlardan söhbət gedir burada uşaqlar. Üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Biri 2x, biri 3x, biri 4x. 2x dəqiqə. Qoy bir dənə bura silim. 2x üzərinə gəlsin 3x üzərinə gəlsin 4x bərabər nəyə? 180 dərəcəyə. 180 dərəcəyə. Buradan alıram ki 9x 180 dərəcədir. X də bərabərdir. Deməli 180 9 20 dərəcə. Mənə deyir ki kiçik bucaq var. Kiçik bucaq hansıdır? Kiçik hissəyə ayrılan 2. 2-ni vurmaq lazım nəyə? X-a. X-də nədir? 20-dir. 2-ni 20-yə vuranda 40 cavabını almış olacaq. Cavab burada D variantı. 90 metr parça 4-5 nisbətində düz mütənsib hissələrə bölünmüşdür. Aşağıdakıların hansı doğrudur? Baxın, 4-5 nisbətində bölünübsə, belə çıxır ki, biri 4x-dir, biri 5x-dir. Bunların cəmi bizə 90 metri verməlidir. 90 metr. Buradan alıram ki 9x 90-dırsa x bərabərdir. Deməli 90-ı 9-a böləndə eləyir 10. Deməli 1 hissə 40-dır. 1 hissə 40-dır. 1 hissə də 50-dir. Çünki onu 4-ə vurdum və onu 5-ə vurdum. Bir də deyir ki uzun parça 50 metrdir. Bir düzdür. Doğrunu istəyir. Qısa parça 20 metrdir. Yox, qısa parça 40 metrdir. Uzun parça qısa parçadan 10 metr çoxdur. Bəli, 3 də olar. Niyə? Uzun parça 50-dir. 40-dan nə qədər çoxdur? 10 metr çoxdur. Bu da deyir 10 metr çoxdur. 1 3. Bu da cavab B variantında verilir. 1 3. Növbəti. Düzbucağın sahəsi 540 kvadrat desimetrdir. Tərəfləri 3-5 ədədə düz mütənasibdir. Deməli belə çıxır ki, bura 5x-dir. Burada eni də 3x-dir. Bundan düz mütənasibdir. Perimetrini tapın. İndi bir dəqiqə. Əgər sahədən söhbət gelirsə, bunları bir-birinə vururam. Baxın, 3x-i vururam 5x-a. Bərabər edirəm nəyə? 540-a təbii ki. Sahə 540-dır. Baxın, burada x vur x qalsın. X vur x qalsın. 3 vur 5 neçə edir? 15. 540-ı 15-ə bölürəm. 540-ı 15-ə böləndə eləyir, deməli 3 dəfə 45 36 eləyir səhv eləmirəmsə bir dəqiqə. 3 dəfə 45 9 90 üçün 15 6. Bəli 36. Eyni ədəd baxın x x-ə vuranda 36 almışam. Hansı eyni ədəddir ki 2 dənə 36 eləyər? Təbii ki müsbət ədəd. 6. X-in yerinə 6 olmalıymış. Onda belə çıxır ki sənin uzunluğun 5 vur 6 necədir? 30. Enin isə 3 vur 6 18-dir. Eni 18, uzunluğu 30 olan düzbucağının perimetrini necə taparsan? 2-ni vurarsan bunların cəminə. 2-ni vurarsan A plus B, yəni uzunluğunun eni cəminə. 30 ilə 18-in cəminə. Bu da necə eləyər? 48. 2-ni də 48-ə vuranda sən cavabı alarsan 96. Cavab burada A variantı. Ədədə ortası 111,5 olan 4 ədədin nisbəti bu formadadır. Bu ədədləri tapın. Deməli, nisbət bu formadadırsa, deməli bunların cəmi bərabər nəyə? 4 ədədin ədəd ortası budursa. Deməli 4-ü sayını vurmaq lazım nəyə? 11,5-ə. Ədədlərin ədəd ortasını tapmaq üçün biz onları toplayıb sayına bölmürük. Biz də burada toplayıb amma x deməliyik də, çünki nisbət daxil burada. Deməli bunları toplasaq, yəni 3-də 1, baxın 3-də 1, üzərinə gəlinsin. Mötəzədə yazıram 3-də 1, üzərinə gəlsin 2-də 1 yazıram. Üzərinə gəlsin 2-də 1, üzərinə gəlsin 2, üzərinə gəlsin 1. Buna bir x qoşuram, çünki 3-də 1 x, 2-də 1 x olmalıydı. Bərabərdir. Deməli, bunları toplayıb sayına bölüb ədəd ortaya bərabər eləmirik. Ondan belə çıxır ki, sayını 4-ü ədəd ortaya vuranda bunların cəmini tapırıq. 4-ü 11,5-ə vururuq. Bunların cəmini verməlidir. 4-ü 11,5-ə vuranda neçə eləyər? Deməli 44, 46. Məndə 46 alındı, olub, səhv eləmirəm. Deməli, burada deməli 3-də 1 ilə 2-də 1-in cəmi bizə neçə verər? 6-da 5. O da 3 tam var. Deməli 3 tam 6-da 5, 3 tam 6-da 5 x bərabərdir 46. Bunu həll eləmək olsaydı bu 6-da neçə deməkdir? 18 6 23 x 6 23 x bərabərdir 46. Mən uşaqlara öyrətmişəm ki, əgər 46-da sürətdə gedir də burada məxrəcində 1 var. Bu məxrəcdə 1 var. Əgər sürətdə isə eyni ixtisar aparmaq olar. Məxrəcdə isə eyni, yəni məxrəcdəkiləri ixtisar aparmaq olar, sürətdəkiləri ixtisar aparmaq olar. Burada da görürəm ki 23 ilə 46 ixtisara gedir. 23-i ixtisar edirəm. Burada 1, burada 2 alıram. Sonra bunları çarpaz vurub x-i tapıram. X-i 1-ə vuranda x, 2-ni 6-ya vuranda 12. Yəni x-in qiyməti 12-dir. Biz də bilirik ki, hissələr 3-də 1-dir. 12-nin 3-də 1-i 4.
12'ni 2'ye vuranda 24. Bir dəqiqə mən səliqədə yazdım bir dənə. X-i 12 tapmışıq. Bax bu hissələri vurmalıyıq ona. 12'nin 3'də 1'i 4. 12'ni 2'ye vuranda 24. 12'nin 2'də 1'i yarısı 6. 12'ni 1'e vuranda 12. Yəni cavabımız 4, 24, 6, 12. 4, 24, 6, 12. Cavab burada D variantı. Sonra bizə deyir, deməli, kvadratın tərəfini 5 dəfə artırsaq, onun sayısı necə dəyişər? Şu anda mən kvadratın tərəfinə bir 10 deyirəm özümdən. Tərəfi 10 olan kvadrat. Sahə olacaq 100. Sahənin 100 olması üçün 10 deyirəm uşaqlar. Sahə oldu 100. Bax, sahə 100 oldu. Kvadratın tərəfini 5 dəfə artır. Kvadratın tərəfini 5 dəfə artırsan yeni kvadrat alacaq. Ha, bunun tərəfi nə olacaq? Onu 5'e vuranda 50 olacaq. Kvadratın tərəfi 50 isə sahəsi nədir? 50 vur 50. Yeni sahəni S1 ilə işarə edirəm. S1 də bərabərdir 50 vur 50 eləyəcək 2500. 2500. Düzdürmü? 25 bəli. 2500. Onun sayısı necə dəyişər? Əvvəl 100 idi. İndi 2500 olub. Nə olub? 25 dəfə artıb. 25 dəfə artararda cavab B variantı. Sonra 9-cu sual. 9-cu sualda bizə deyir 3 4-ün nisbətində 3 ədəd verilib. İkinci ədəd 3-cü ədəddən 1,5 qədər az olarsa. İkinci azdır. Onda belə çıxır ki, ikinci hansıdır? 4x. Bunlar 3x, 4x, 7x dax. Bu ədədləri tapın deyir. Deməli, 3-cü ədəddən 3-cüdən azdır. Deməli, 4x. Baxın, deyək, yazıram burada. 4x çıxılsın 3x bərabərdir əslində səndə nəyə? 1,5'ə. Buradan da görünür ki, 4x-dən 3x çıxanda elə x tapırsan. X səndimə 1,5 imiş. X 1,5 isə 3'ə vur. Eləsin 4,5. 4'ə vur. Eləsin 6. 7'yə vur. Deməli, düz aldım mı mən? Burada bir dənə səhv eləmişəm uşaqlar. İkincidən birincini çıxmışam. Dəqiqə. Burada deyir ki, ikinci 3-cüdən azdır. Onda 7x-dan 4x-i çıxmaq lazımdır axı. 4 7-dən deyir, 4x 7-dən. Bu deyir səndə deməli neçə? Bərabərdir 3x. O da bərabərdir deyir 1,5 olsun. Onda x taparsan sən nə? 0,5. X 0,5'dir. X 0,5'dir. 3'ə vur 1,5. 4'ə vur 2. 7'yə vur 3,5. Cavab olacaq A variantı. Bir də deyirəm. 0,5 x tapmışıq. 3'ə vuranda 1,5. 4'ə vuranda 2. 0,5'i 7'yə vuranda 3,5. Cavab A variantı. Növbəti bizdə deməli 10-cu sual. 10-cu sualda deyir ki, bununla bu ədədləri düz mütənasibdir. A5, B3'dür. A5 və B3'dür. A9 olanda B neçədir? Bax, A5'dirsə, deyir B3'dür. A5'dirsə, aparıb yerinə yazıram burada yerinə. A-nın yerinə 5 yazıram. A-nın yerinə 5 yazanda nə olur? 5 üstə gəlir 3. Bax, burada A-nın yerinə 5 qoyuram. 5 üstə gəlir 3. 8 bölü 2, 4 olur. Bax, 4'ə uyğun bu olmalıdır. B çıx 1. B çıx 1 də deyir ki, B3'dür. Bax, B-nin yerinə də 3 qoyuram. 3'dən 1 çıxan neçə eləyir 2. 4'ə uyğun 2'dir. İndi bizə deyir ki, A9 olanda B neçədir? A9 olanda aparıb A-nın yerinə indi 9 qoymalıyıq verilənlərdə. A-nın yerinə 9 qoysam, burada 9 qoysam, nə olacaq? 9 də gəl 3. 9'un üstünə 3 gəndə 12 bölü 2, 6. 6'ya uyğun olacaq nə? Birinci onu tapım. 6'ya uyğun nə olar? Hələ ki B deyənmərəm. Çünki B çıx 1 yazmalıyım onun yerinə. Aha, burada bir dənə diqqətli olaq. Baxın, burada 6'ya uyğun sual. Buradan B çıx 1 olmalıdır ya o. Deməli, 6'ya uyğun sual. 4'ü 2 eləməsi üçün 2'yə bölüb, 6'ını da 2'yə bölüb, sual alacaqsan 3. Amma cavab 3 deyil ha. Cavab 3 deyil. Bizdə B çıx 1 3'ə bərabər olmalıdır. Oradan B'ni tapmalıyam. B bərabərdir 4 olacaq. Yəni burada cavab Y variantıdır. Bir də deyək. Burada A-nın yerinə 5 qoyub tapırıq 4. B-nin yerinə 3 qoyur tapırıq 2. 4'ə uyğun 2'dir. Sonra A-nın yerinə 9 qoyuruq. 6 tapırıq. 6'ya uyğun nədir? O həmin nə? B çıx 1'ə uyğundur. B çıx 1'ə. Onu da tapırıq 3'dür. 6'ya uyğun 3'dür. 3 B çıx 1'ə uyğundur. Onda B nədir? 4. Deməli cavab olacaq Y variantı. Hələ bu qədər dostlar. Digər videoda inşallah görüşərik.